Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu vəssalamu alə nəbiyyina Muhammedin və alə alihi və sahabetihi ecma'in. Rabbi şrah li sadri və yessir əmri və hlul uqdatan min lisani yefqahu qavli və ba'du. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə Allah Taala'dan haqq olan təqva ilə qorxmağı nəsihət edirəm. Çünki o təqva ki Allah'a yaxınlaşdırır və o təqva ki Allah Taala öz kitabında bunu əmr edib və o təqva sahiblərini də Allah Taala müttəqi deyə adlandırır. Yəni müttəqi Allahdan qorxanlar deməkdir. Yəni təqva sahibləri deməkdir. Və müttəqiliyə, yəni təqvaya aparan amillər var, səbəblər var. O səbəblərdən də bəzilərini və hamısını daha doğrusu istəyirəm və hamısını şəriət bizə öyrədib. Elələri var ki, insanı möhkəmlədir Allahın dinində. Elələri var səbəb olur. Çünki böyük əməllərlə kiçik əməllər eyni deyil. Böyük əməllərin insanın təqvasına, yəni Allah qorxusuna verdiyi, yəni təsirlə kiçik əməllərin təqvaya verdiyi təsir eyni deyil. Yəni kiminsə dişlərinə misvak vurması ilə, yəni dişlərə misvak vurmaq sünnədən, yəni sünnət isə təqvanın əlamətidir. Bununla qardaşlığın arasında qardaşlığı qoruyub möhkəm saxlamağın fəziləti, yəni verdiyi təqvanın səmərəsi eyni deyil. Və mənə toxunmaq istədiyim məsələ qardaşlıqdır. O qardaşlıq ki, Allah Taala onu bizə əmr eləyib. Və Allah Taala cəmaatla olmağı əmr eləyib kifayətlənmədi öz kitabında. Və Allah Taala birlikdə olmağı əmr eləməklə kifayətlənmədi öz kitabında. Və Allah Taala həmçinin bizə qardaş olmağı əmr elədi. Və qardaşlıq cəmaat olmaqdan da üstündür. Çünki ola bilər ki, insan hərdən cəmaat şəklində ola bilməsin. Ola bilər ki, hərdən insan hansısa zərurətlərdən dolayı qardaşlarla birlikdə vaxt keçirə bilməsin. Amma qardaşdırsa əgər o qardaşlığı qəlbində hiss eləyirsə, onlar ayrı olsalar da belə artıq olan qəlbləri birdir. Necə ki, məsələ çəkilərdir. Necə Allah Taala öz kitabında və həmçinin Rasulun sünnəsinə baxanda məsələ çəkilərdir. Nə qədər insanlar ki, onlar birlikdə olsalar da onların qəlbləri bir-birlərindən ayrı-ayrıdır. Amma Allahdan qorxanlar bir-birlərindən uzaqda olsalar da belə onların qəlbləri bir yerdədir. Və qəlbləri bir yerdə eləyən, qəlbləri qovuşduransa qardaşlıqda amillər var. O da qardaşlıqda qorunması lazım olan haqlardır. Və qardaşlığı pozan ən böyük şeylərdən, ən böyük zərər verən şeylərdən də qardaşların arasında olan bir-birlərinə nəsihət eləməməkdir. Bir-birlərinin xətalarını bir-birlərinə keçməkdir. Yəni nəsihətsizlikdir. Qardaş qardaşın yanında güzgü kimi olmalıdır. Ayna kimi olmalıdır. Qardaş qardaşın yanında güzgü olmalıdır. Amma əksini görülür hərdən. Amma sanki qardaş qardaşın yanında güzgü yox, sanki göz bağlayan olur. Amma əksinə, müsəlmanın xətasını görəndə ona nəsihət eləməlidir. Əgər onun xətasını gizlində görübsə, ona gizlindən nəsihət eləməlidir. Onun xətasını insanlar içində görübsə, ona yenə də gizlindən nəsihət eləməlidir. Amma əgər ona insanlar üçün nəsihət eləmək faydalı olacaqsa, ona insanlar üçün nəsihət eləməlidir. Təbii ki, insanlar üçün nəsihət eləmək hərdən zülmə səbəb ola bilər. Amma insanlar üçün ümumi nəsihət eləmək Allahdan qorxana kifayət eləyər. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm xutbələrində belə eləyərdi. Və sahabelər bəzi məsələlərə gəlib şikayət edəndə Allah Rəsulü xutbədə ümumən nəsihət eləyərdi. Və sahabelər də o nəsihətdən öz paylarını götürərdilər. Və Allah Rəsulü onlara haramları tərk etməyi, Allahdan qorxmağı əmr eləyəndə və hər hansı bəzi hüdudları əmr eləyəndə, hər hansı problemləri, onların elədiyi narahatçılıqları deyəndə sahabelər öz paylarını oradan götürərdilər Allah Rəsulünün xutbəsindən. Və onu göstərir ki, insanlar içində ad çəkmədən nəsihət eləmək olar. Və insanlar içində qardaşlara nəsihət eləmək olar. Çünki ad çəkib insanlar içində nəsihət eləmək ola bilsin zülm olsun. Ola bilsin ki, insandan heç bir şey qəbul olunmasın. Və gizlində olmalıdır nəsihət. Və gizlində birlə və dua olunmalıdır. Və müsəlmana dua eləməlidir. Çünki müsəlmana dua eləməsi şərəfdir. Çünki əvvəla dua, necə Allah Rəsulü buyurduğu kimi, muxul ibadə deyərdi Allah Rəsuluna. Yəni, ibadətin başıdır, beynidir, özüdür. Dua ibadətin özüdür. Və Allah Taala yaxınlaşdıran ən böyük amillərdəndir. Çünki namaz özü də duadır. Və namazın içindəki nə qədər ərkanlar, nə qədər sözlər hamı çoxsu duadır. Və müsəlmana dua eləməlidir. Və müsəlman üçün Allah Taala'dan istəyəcəyi ən böyük şeylərdən biri onun bağışlanmasıdır. Ona görə nə qədər sahabelər Allah Taala'dan dünyanı istəməzlər. Onlar yalnız Allah Taala'dan bağışlanma istəyərlər. Onlardan soruşanda, axı dünyanı istəmək, dünya nemətlərini istəmək şəriətlə halaldır axı, haram deyil. Onlar deyərlər ki, subhanallahi azim, Allah subhanahu va taala bağışladıqlarını hər şey verər. Əgər Allah bizi bağışlasa, biz Allahdan o ehtiyaclarımızı istəməsə də Allah bizə dünyanı verər. Ona görə müsəlmana eləyə biləcəyi ən böyük duadır bağışlanma istəməsi. Qardaşın qardaş üçün bağışlanma istəməsi ən böyük duadır. Çünki Allah əgər o müsəlmanı bağışlayarsa, Allah ona dünyanı da tələyər və onun naqis olduğu axirət əməllərini də onu müvəffəq edər.
Və bu da hamısı qardaşlığı gücləndirən amillərdəndir. Və fikir verin, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, salam qəlbləri yaxınlaşdırır. Salam da duadır. Allahın salamı, rəhməti, bərəkəti sənin üzərində olsun. Və bu dua da Allahdan istənilən xeyirdir. Və salam qəlbləri yaxınlaşdırır. Və bunu görür ki, müsəlman bir-birinə dua edəcək qəlbləri yaxınlaşır. Və bir-birlərinə qarşı olan mehribançılıqlar çoxalır. Və həmçinin də onu əks uzaqlaşdırır. Və müsəlmanların bir-birlərinə dua eləməyi azaltması və həmçinin də qəlblərin parçalanmasına səbəb olur. Və bugünkü gündə də belədir. Ona görə də baxırsan nə qədər qardaşlarımız, insanlar, həmən qardaşlar özlərində qayıtsınlar əməllərinə. Axırıncı dəfə qardaşları var, onların adları ilə çəkmə vaxt dua eləmirsən. Görürsən azdır. Ona görə görünür azdır. Amma müsəlmanın Rəbbinə adı ilə çəkib dua eləməlidir. Deyir, İmam Əhməd rahiməhullah, İmam Şafinin oğluna bunu deyərdi. Və İmam Şafinin oğluna deyərdi ki, İmam Əhməd rahiməhullah, sənin atan o kəslərdəndir ki, sübh namazından qabaq mən onun üçün dua edirəm. Atan o kəslərdən biridir. Ona görə insanın adını çəkib namaza dua eləmək də sünnədəndir. Həmçinin də sələfin feilindəndir. Və bunu görürsən, qardaşlığımızdan aslında o şeylər yoxdur. Artıq qardaşlar bir-birlərini Allaha dua edərkən bir-birlərinin adlarını çəkib Allaha dua eləmirlər. Düz təbii ki, Allah xəbərdardır. Biləndirsən kimin üçün dua edirsən. Amma adı çəkib dua eləmək də Allahın dinindəndir. Ona görə qardaşlarım, Allah Taala'nın bu verdiyi əmanət böyükdür. Onu da kiçiklər daşıya bilmir. Yəni hərdən böyük şeylər, kiçik şeylər aparır. Kiçik şeylər zədələyir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm günahlara bunu məsəl çəkər. Allah Resulü deyir ki, baxmayın günahların kiçiyinə. Baxın o kiçik dağlarda, böyük dağlar da kiçik qumlardan ibarətdir. Baxırsan amma böyükdür. Ona görə kiçik şeylər böyük şeylərə aparır. Və zaman gəlir ki, insan naqisləşib özü kiçilir. Çünki şeytana nəfsi satmaq, şeytana tabe olmaq, yəni artıq göstərir ki, qardaşlıq zəif olacaq. Yəni şeytan tabe olan insan da kiçikdir. O böyük əmanətin altından çıxa bilməz. O böyük əmanəti çiynlərinə daşıya bilməz. Ona görə də vaxt gələcək ki, artıq onu tərk eləyəcək. Onun üçün qardaşlıq küçədə gördüyün insanlarla salam savaldan başqa heç bir şey olmayacaq. Ona görə bax görürsən, qardaşlığın çoxusu bugün məsciddən çıxanda qurtarır. Məsciddə qardaşıq, məsciddə hər şey yaxşıdır, ümumən. Amma məsciddən çıxandan sonra sanki qardaşlıq qurtarır. Sanki qardaşlıq məsciddə olanda bizə əmr olunur. Amma qardaşlıq bizə məsciddə onda əmr olunmuyor. Qardaşlıq bizə hətta gizlində onda da əmr olunur. Məgər sən qardaşın üçün gizlində dua edəndə səni eşidən var, Allahdan başqa. Həmin adam səni eşitmir, amma səni Rəbbin eşidir. Ona görə də qardaşlarım, insan, müsəlman öz qardaşlarına qarşı nə qədər olan qədir qiymətini qoruyub saxlasa, nə qədər onların hörmətini qoruyub saxlasa, nə qədər onlara aid olan məsələləri qoruyub saxlasa, qardaşlıq güclənəcək. Və nə qədər qardaşlıq da güclü olsa, bir-birlərinə nəsihət qəbul etmək güclənəcək. Hətta bir müsəlman nəinki qardaşını qorumaq. Hətta subhanallah ədəbdəndir ki, qardaşlığın əşyalarını qorumaq da. Hətta qardaşlığa aid olan şeyləri qorumaq da. Hətta qardaşlığa aid olan şeyləri qorumaq da qardaşlıqdandır. Nəinki qardaşlığın özünü qorumaq. Subhanallah bir müsəlmanın əşyasını qorumaq qardaşlıqdansa, bəs bir müsəlmanın özünü qorumaq nədəndir? Ona görə görürsən qardaşlar, bəzi kiçik şeylər nə qədər böyük şeylərə alıb aparır. Ona görə qoymaq olmaz. Şeytan yatmır. Şeytan qalüli eləmir. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi. Şeytan yatmır. Şeytan tərk eləmir. Amma biz zəifik. Və bizim zəifliyimizdəndir ki, şeytan bizdən istifadə edir və bizim əlimizdə olan nə qədər böyük şeyləri bizdən alıb aparır. Ona görə güclü olmaq lazım qardaşlar. Bir-birinizə dua edin. Namazlarınızda, gecə namazlarında və sübh çağından qabaq. Çünki Allah Təala kitabında buyurur ki, o kəslər ki, sübh çağından qabaq qalxarlar və Allahdan istiğfar istəyirlər. O da çox az bir vaxtdır. 5 dəqiqə, 10 dəqiqə. Vitri də həmin vaxta saxla. Həmin vaxtı vitri qıl və Allahdan istiğfar elə. Və ən fəzilətli ibadətdir sübh çağına yaxın istiğfar eləmək və qardaşın üçün və qardaşların üçün istiğfar elə. Əgər ehtiyacı içində olanlara varsa, adlarını çək Allahdan onlar üçün yardım istə. Əgər hər hansısa qardaşları tanıyırsansa ki, onlar xətaların içindədirlər, günahların içindədirlər, Allah Təala onlar üçün bağışlanma istə. Vallahi Allah Subhanahu va Taala sənin istədiklərini qardaşın üçün o qardaşlığa verməsə də, ola bilsin ki, qardaşlıq istədiklərini Allah Taala sənə özünə versin və sənə ibadət olaraq bu kifayət eləyər. Sənə ibadət olaraq kifayət eləyər. Çünki Allah Taala bizdən bizim etdiyimiz ibadətləri qəbul, bu dünya, yəni dualarımızı ola bilər kimsə Allahdan ev istəsin, kimsə Allahdan maşın istəsin. Ola bilər sənin nə evin olacaq, nə də ola bilər sənin maşının olacaq. Amma sənin Allaha dua eləməyin əsas oydur. Və Allah Taala o ibadətin səbəbi ilə, o duanın səbəbi ilə sənə əbədi həyatda. Çünki bu dünya əbədi deyil. Bu dünya ölümlü dünyadır.
Necə ki öz istəyimizlə doğulmamışıq və öz istəyimizlə də getməyəcəyik. Ona görə Peyğəmbər sallallahu əleyhi dünyanı məsəl çəkərdi bir ağacın kölgəsinə. Deyərdi necə ki bir ağac kimi yoldan ötən kölgədə dayanar və oradan gedər, yoluna davam edərdi. Və bu dualar vaxt gələcək fayda verəcək bizə. Və kiçik şeylər qiyamət günü tərəzidə ağır gələcək. O ki qalmış böyük şeylər. Və qardaşlarım, qardaşlıq da kiçik şey deyil. Qardaşlıq böyük nemətdir. Və Allah Taala'dan istəyirəm ki bu qardaşlığımızı qorumağa bizə müvəffəq eləsin. Və Allah Taala'dan istəyirəm ki hansı qardaşlarımız ki bizə Allah üçün nəsihət eləyirsə, Allah onlardan razı olsun. Allah onları daim bizim ətrafımızda eləsin. Və Allah Taala bizi də xeyirli qardaşlardan eləsin. Və ətrafımızda yalnız xeyir əhlini cəm eləsin. Və Allah Taala ölkəmizə əmin-amanlıq eləsin. Kim ki zərər istəyirsə, şər istəyirsə, istər zərər, kiçik zərər olsun, istər böyük zərər olsun, istər gizlin, istər aşkar, Allah olan zərərlərini özlərinə qaytarsın. Allah ordumuzu qorusun. Allah Taala onların dünyasını dəyişənlərə rəhmət eləsin. Və Allah Taala bizi haqq üzərində sabit saxlasın. Və Allah Taala bizi üç nurla daha doğrusu kitab, sünnə və sələfin fəhmi ilə, yəni sahabələrin yolu ilə öz dini üzərində sabit saxlasın. Həmçinin Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbetihi ecmaîn.